Salam, hər vaxtınız xeyir. Bu da bizim 21-ci dərsimiz. İlk öncə keçən dərsin ev tapşırıqlarına baxırıq və birinci tapşırıqda cümlələri tərcümə edirik. İlk cümləmiz iş yoldaşlarım Gürcü dilində danışır. Olacaq, my coworkers speak Georgian. İkinci cümlə, dayım qızı axşam saat 9-da İtaliyaya çatır. My cousin arrives in Italy at 9 p.m. Üçüncü cümlə, avtobus 5 dəqiqəyə yola düşür. Yəni 5 dəqiqəyə çıxır. Olacaq, the bus leaves in 5 minutes. Dördüncü cümlə, stadiona saat 12-də çatmaq istəyirəm. Olacaq, I want to get to the stadium at noon. Və yaxud da biz burada to get to əvəzinə arrive at işlədə bilərik. Və bir də biz burada saat 12 deyəndə günortanı nəzərdə tuturuqsa, at noondan başqa at midday deyə bilərik. Yox, əgər gecə saat 12-ni nəzərdə tuturuqsa, onda at midnight və yaxud da sadəcə 12 demək istəsək, onda at 12 o'clock deyə bilərik. İkinci tapşırıqda isə cümlədəki səhvləri tapıb düzəltmək lazımdır. Birinci cümlədəki səhvi iki cür düzəltmək olar. 1. Mübtəda cəmdə olduğu üçün feilin sonundakı s-ni işlətmirik, yəni sadəcə it deyirik və yaxud da mübtədanın s-sını götürürük, yəni mübtədanı təkdə yazıb feilin sonundakı s-ni olduğu kimi saxlayırıq. İkinci cümlənin səhvi isə arrive sözündən sonra to-nun işlənməsidir. Belə ki, hansısa bir ölkəyə çatırıqsa, onda arrive sözündən sonra in işlənməlidir. Üçüncü cümlənin səhvi isə home sözünün qarşısında to-nun işlənməsidir. Yəni burada sadəcə gets home olmalıdır. Dördüncü cümlənin səhvi isə in sözünüdür. Belə ki, saatı dedikdə onun qarşısında at sözünü işlənir. Üçüncü tapşırıqda isə cümlədəki boşluqlara uyğun gələn söz önlərini yazmaq lazımdır. Və burada birinci və ikinci cümlədə biz heç bir söz önü işlətmirik. Çünki reach sözündən sonra söz önü işlənmir. Yəni harasa çatdığımızı deyəndə orada biz to, at, in heç bir söz önü işlətmirik. Və yaxud da ikinci cümlədə kiməsə zəng vururam deyəndə və yaxud da kimisə çağırıram deyəndə sadəcə calls me olacaq. Yəni orada da heç bir söz önü işlənmir. Üçüncü cümlədəki boşluqda isə at sözünü işlənir, çünki hansısa məkana çatanda arrive sözündən sonra at işlənməlidir. Dördüncü cümlədəki boşluqda isə to sözünü işlədirik, çünki intent sözündən sonra gələn feil to ilə işlənir. Ev tapşırıqlarımız bu qədər, indi isə keçək yeni dərsimizə. İlk sözümüz dinləmək, qulaq asmaq. Bu şəkildə yazılır, to listen deyilir, listen. Məsələn, mən qulaq asıram və yaxud da mən dinləyirəm olacaq. I listen. Amma demək istəsək kiməsə ya da nəyəsə qulaq asıram, onda listen sözündən sonra to işlədirik. Sonra da kimə və yaxud da nəyə qulaq asırıqsa onu deyirik. Məsələn, mən ona qulaq asıram və yaxud da mən onu dinləyirəm. Olacaq. I listen to him və yaxud da I listen to her. Yəni onu, ona sözü kişi cinsindədirsə olur him, qadın cinsindədirsə olur her. İndi kiməsə yox, nəyəsə qulaq asıram demək istəsək, yəni cümləmiz olsa, mən mahnıya qulaq asıram və yaxud da mən musiqi dinləyirəm. Olacaq, I listen to music. Yəni, mahnı və musiqi sözü bu şəkildə yazılır, music deyilir, music. İndi məsələn bir əmr cümləsi quraq, deyək təlimata diqqətlə qulaq as. Tərcümə etmədən öncə gəlin yeni sözlərimizi öyrənək. Diqqətlə sözü bu şəkildə yazılır, carefully deyilir, carefully. Və yaxud da bu şəkildə yazılır, closely deyilir, closely. Və carefully sözü həm də ehtiyatla deməkdir. Digər sözümüz təlimat. Bu şəkildə yazılır, an instruction deyilir, instruction. İndi əmr cümləsi qurduğumuz üçün birinci deyirik qulaq as, yəni listen. Ondan sonra diqqətlə, burada diqqətlə sözünü həm carefully, həm də closely işlədə bilərik. Ondan sonra to deyirik, yəni nəyəsə qulaq as demədən öncə to işlədirik. Ondan sonra da təlimat sözünü deyirik, yəni the instruction. Yəni cümləmiz olur, listen carefully to the instruction və yaxud da listen closely to the instruction. Digər cümləmiz, mən boş vaxtımda mahnıya qulaq asıram. Buradakı yeni sözümüz boş. Bu şəkildə yazılır, free deyilir, free. Boş vaxt isə olur free time, yəni belə yazırıq, free time deyirik.
Amma demək istəsək boş vaxtımda, onda olur in my free time. Yəni dadə şəkilçisi olur in, şəkilçisi də olur my. Və burada my sözünü mötərizəyə aldım, çünki şəxsə görə dəyişir. Digər cümləmizdə özünüz də görəcəksiniz. İndi gəlin bu cümləmizə baxaq. Deməli, birinci deyirik, mən qulaq asıram. I listen, ondan sonra musiqiyə, mahnıya, to music, sonra da boş vaxtımda, yəni in my free time. Deməli, cümləmiz olur, I listen to music in my free time. Amma indi desək, o boş vaxtında mahnıya qulaq asır. Birinci deyirik, o qulaq asır, she listens və yaxud da he listens. Sonra mahnıya, to music, ondan sonra da boş vaxtında. Baxın, burada artıq in my free time demirik, çünki o öz boş vaxtında mahnıya qulaq asır. Mənim boş vaxtımda yox. Ona görə də mübtədamız she-dirsə, ona uyğun olaraq in her free time deyirik. Yox, əgər mübtədamız kişi cinsindədirsə, ona uyğun olaraq in his free time deyirik. Yəni, cümlənin mübtədası hansı şəxsdirsə, ona uyğun da yiyəli əvəzli işlətməliyik. Amma indi aşkar yox, gizlicə, nəyəsə və yaxud da kiməsə qulaq asırıq demək istəsək, onda listen sözündən sonra in, on işlədirik, sonra da qulaq asdığımız nədirsə onu deyirik. Məsələn, demək istəsək, o gizlicə bizim söhbətlərimizə qulaq asır və yaxud da o gizlicə bizim söhbətlərimizi dinləyir. Buradakı yeni sözümüz söhbət və danışıqdır. Bu şəkildə yazılır. A conversation deyilir. Conversation. Cümləmizə gəldikdə isə birinci deyirik, o gizlicə qulaq asır. Yəni, she listens in. Sonra nəyə qulaq asır? Bizim söhbətlərimizə. Birinci on deyirik, ondan sonra da our conversations. Deməli, cümləmiz olur, she listens in on our conversations. Və yaxud da desək, o gizlicə mənim telefon danışıqlarıma qulaq asır. Onda olur, she listens in on my phone conversations. Yəni, mənim telefon danışıqlarım. Amma əmr şəklində qulaq as və yaxud da qulaq asın demək istəsək, olur, listen up. Yo, listen up. Listen up, bro. Amma indi sadəcə qulaq as yox. Nəyəsə diqqətlə qulaq as, qulağın nədəsə olsun, fikrin nədəsə olsun demək istəsək, onda listen feilindən sonra out for deyirik. Sonra da diqqətin nədə olmağını istəyiriksə onu. Məsələn, qulağın telefonda olsun. Yəni, vacib bir zəng gəlməlidir, ona görə deyirsiniz ki, fikrin telefonda olsun, qulağın telefonda olsun. Onda birinci deyirik listen out for, ondan sonra da nəyə qulaq asmağını istəyirdik telefona? Deməli, the phone. Deməli, cümlə olur, listen out for the phone. Və yaxud da adını eşitmək üçün diqqətlə qulaq as. Yəni, haradasa növbə gözləyirik, adımız çəkilməlidir, ona görə deyirik ki, adını eşitmək üçün diqqətlə qulaq as. Burada yeni sözümüz addır, bu şəkildə yazılır, a name deyilir, name. Cümləmiz isə belə olacaq, listen out for, yəni diqqətlə qulaq as, sonra da nəyə diqqət yetirməlidir? Adına, yəni your name. Digər sözümüz to get, hansını ki daha öncə keçmişdik, bilirsiniz ki bundan sonra to işlədəndə olurdu harasa çatmaq. Amma bu sözün mənaları çoxdur, onlardan biri də əldə etmək və almaqdır. Amma pulla almaq yox, sadəcə nəyisə almaq. Məsələn, o aya təxminən 700 manat alır. Kişi cinsində desək, birinci deyirik, o alır, he gets, ondan sonra təxminən 700 manat. About 700 manat, ondan sonra da aya, yəni a month. Və yaxud da biz bu cümləni o aya təxminən 700 manat qazanır deyə bilərik. Yəni, alır yox, qazanır desək, onda öncə qazanmaq sözünü öyrənirik. Bu şəkildə yazılır, to earn deyilir, earn. Və cümləmizdə olur, he earns about 700 manat a month. Amma indi qazanmaq sözünü dolanmaq, xərclərini qarşılamaq mənasında işlətsək, onda to earn feilindən sonra öz xərclərini qarşılayan kimdirsə, ona uyğun yiyəli əvəzli işlədirik. Ondan sonra da keep sözünü və yaxud da to earn feilindən sonra a living deyirik, living. Və beləliklə gördüyünüz bu iki ifadə öz pulunu qazanmaq, dolanmaq və xərclərini qarşılamaq mənasını verir.
İndi bu sözlərdən istifadə edərək cümlə qurmaq istəsək, birinci həmin ifadələri deyirik, ondan sonra by sözünü işlədirik, sonra da dolanmaq üçün nə edirdiksə həmin feili deyirik və sonuna ing əlavə edirik, yəni ing şəkilçisi. Məsələn, mən ingilis dili öyrədərək dolanıram və yaxud da mən ingilis dili öyrədərək xərclərimi qarşılayıram. Birinci deyirik, mən dolanıram, yəni I earn my keep və yaxud da I earn a living. Ondan sonra nə edərək dolandığımı demək üçün by sözünü işlədirəm. Sonra öyrətmək sözünə, yəni teach sözünə ing əlavə edirik, olur teaching. Ondan sonra da ingilis dili, yəni English. Deməli, biz bu cümləni həm I earn my keep by teaching English, həm də I earn a living by teaching English deyə bilərik. Və yaxud da desək, mən müəllim olaraq qazanıram və yaxud da mən müəllim olaraq dolanıram. Burada yeni sözümüz olmaqdır. Bu şəkildə yazılır, to be deyilir. To be. Yenə birinci deyirik, mən qazanıram, yəni I earn my keep və yaxud da I earn a living. Ondan sonra nə ilə qazanıram onu demədən öncə by sözünü deyirik, sonra olmaq sözünü, yəni be feilini, amma yanına ing artıraraq. Olur being, sonra da müəllim, yəni a teacher. Və bu da bizim yeni sözümüzdür. Bu şəkildə yazılır, a teacher və yaxud da teacher deyilir. Deməli cümləmiz olur, I earn my keep by being a teacher və yaxud da I earn a living by being a teacher. Deməli, öncəki cümlələrdə biz bu ifadədən sonra nəsə bir feil dedik, indi isə feil yox, isim desək. Yəni sadəcə peşəmizi desək. Onda həmin peşənin qarşısında as işlənir, yəni as yazılır, as deyilir. Məsələn, mən müəllimliklə dolanıram. Deməli olur, I earn my keep, ondan sonra as deyirəm, sonra da müəllim sözünü, a teacher. Gördüyünüz kimi burada artıq bu ifadədən sonra feil gəlmədi. Əgər feil gəlsəydi, by işlədərdik, sonra həmin feilə ing əlavə edərdik. Amma feil olmasa belə, hansısa bir peşəni demək istəsək, onda as işlədirik. Digər cümləmiz isə belə olur. I earn a living as a teacher. I earn a living as a teacher. Və bu ifadənin içində bizim yeni sözümüz var. Bu söz də ayrılıqda bir feildir. Saxlamaq deməkdir. Bu şəkildə yazılır, to keep deyilir, keep. Məsələn, mən otağımı səliqəli saxlayıram. Və burada yeni sözümüz var, səliqəli. Bu şəkildə yazılır, tidy deyilir, tidy. Və yaxud da belə yazılır, neat deyilir, neat. Yəni cümlədə hansını istəsəz işlədə bilərsiniz. İndi isə qayıdaq cümləmizə. Birinci deyirik, mən saxlayıram, I keep, sonra otağımı, my room, sonra da səliqəli, yəni tidy və yaxud da neat. İndi səliqəli sözünü öyrəndiksə, gəlin səliqəsiz və pinti sözünü də öyrənək. Bu şəkildə yazılır, untidy deyilir, untidy və yaxud da dağınıq, səliqəsiz sözü bu şəkildə yazılır, messy deyilir, messy. Digər feilimiz razılaşmaq və yaxud da razı olmaq. Bu şəkildə yazılır, to agree deyilir, agree. Məsələn, mən razıyam, olur, I agree. Amma sadəcə razılaşmaq yox. Kimləsə razılaşmaq demək istəsək, onda agree sözündən sonra with işlədirik. Məsələn, səninlə razıyam. Birinci deyirik razıyam, yəni I agree. Ondan sonra da səninlə, olur, with you. Və yaxud da kimləsə yox. Nədəsə razılaşmağı demək istəsək, onda agree sözündən sonra on sözünü işlənir. Məsələn, biz bu məsələ ilə razıyıq. Birinci deyirik, biz razıyıq, we agree, ondan sonra da bu məsələ ilə. Amma birinci on deyirik, sonra da this issue. Yəni, məsələ sözü bu şəkildə yazılır, issue və yaxud da issue deyilir. Amma indi kimlə və nədə razılaşdığımızı demək istəsək, onda agree sözündən sonra with işlədib kimlə razılaşdığımızı deyirik, ondan sonra on işlədib nədə razılaşdığımızı. Məsələn, bu məsələdə sənlə razıyam. Birinci deyirik razıyam, yəni I agree, ondan sonra sənlə, with you, sonra da bu məsələdə, yəni
on this issue. Deməli cümləmiz olur I agree with you on this issue. İndi isə gəlin agree sözündən sonra feil işlədək. Məsələn deyək, o burada qalmağa razıdır. Qadın cinsində. Birinci deyirik o razıdır. She agrees. Ondan sonra da qalmağa to stay, sonra da burada. Yəni here. Və gördüyünüz kimi biz burada agree sözündən sonra gələn feili to ilə işlətdik. Yəni qalmaq sözünü to stay dedik. Digər cümləmiz mən kreditlə maşın almağa razıyam. Birinci deyirik mən razıyam. I agree. Ondan sonra maşın almağa, yəni almaq sözünü deyirik to buy, sonra maşın, a car, ondan sonra da kreditlə. Və biz kredit sözünü keçmişdik. Bilirsiniz ki bu şəkildə yazılır. Kredit deyilir, kredit. Amma kreditlə desək, onda həmin sözün qarşısında on işlədirik. Olur on credit. Deməli cümləmiz olur I agree to buy a car on credit. Digər cümləmiz bank mənə 5000 manat verməyə razıdır. Birinci deyirik bank razıdır və bank sözü elə belə yazılır, bank deyilir. Deməli birinci deyirik the bank agrees. Ondan sonra verməyə, baxın burada vermək sözünü biz daha öncə keçmişdik. Bilirsiniz ki to give'dir. Amma bank bizə pulu elə belə vermir. Borca verir, düzdür? Borc vermək isə bu şəkildə yazılır. To lend deyilir. Lend. Deməli, indi biz burada agree sözündən sonra borc vermək sözünü to ilə işlədirik. Olur to lend. Sonra mənə, me, sonra da nə qədər? 5000. 5000 manats. Deməli cümləmiz olur the bank agrees to lend me 5000 manats. Və yaxud da belə bir cümlə qursaq, mən həmişə ona borca biraz pul verirəm. Buradakı yeni sözümüz biraz bir qədərdir. Bu şəkildə yazılır, some deyilir, some. İndi tərcümə edəndə birinci deyirik, mən həmişə borc verirəm, yəni I always lend, sonra ona, him, sonra da biraz pul, yəni some money. Deməli cümləmiz olur I always lend him some money. Amma indi həmişə yox, heç vaxt demək istəsək, yəni cümləmiz olsa, mən ona heç vaxt borca pul vermirəm. Onda birinci deyirik, mən heç vaxt borc vermirəm, yəni I never lend, ondan sonra ona, him, sonra da pul, yəni any money. Və burada biraz, bir qədər sözü bu şəkildə yazılır, any deyilir. İndi bilirəm, burada iki sual yaranır. 1. Cümlədə biraz sözü yoxdur, niyə any işlətdim? Çünki Azərbaycan dilində bu cümlənin içində biraz sözünü işlətmək mümkün deyil. Amma ingilis dilində biz biraz pul desək, cümləmiz daha gözəl olur, daha mənalı olur. İkinci sual isə biraz sözünü biz burada niyə some olaraq işlətdik, burada any. Bunun səbəbi isə bu cümlənin inkarda olmasıdır. Yəni cümlədə never sözü varsa, həmin cümlə inkar cümləsi sayılır. Və inkar cümləsi olanda biz orada biraz, bir qədər sözünü some olaraq işlədə bilmərik. Ona görə any işlədirik. Deməli, yadda saxlayırıq ki, any biraz, bir qədər deməkdir və inkar və sual cümləsində işlənir. Amma some sözü təsdiq cümlələrində işlənir. Yəni biz burada həmişə pul verirdik, cümləmiz təsdiqdə idi. Ona görə some money dedik. Burada isə pul vermirəm dedik. Yəni cümləmiz inkardadır. Ona görə də any money deyirik. İndi də gəlin ingilis dilində ən çox işlənən idiomları öyrənək. Məsələn, qulaq asmaq sözü. Bilirik ki, bu to listen-dır. Amma gündəlik danışıqda biz bu ifadəni to lend an ear olaraq işlədə bilərik. Yəni belə yazırıq, to lend an ear deyirik. To lend an ear is to pay attention to someone and listen to them carefully. Burada gördüyünüz bu söz qulaq deməkdir. Yəni belə yazırıq, an ear deyirik. Məsələn, demək istəsək, qulaq as mənə. Bunu sadəcə listen to me də deyə bilərik və yaxud da lend me an ear. Və bundan əlavə mənə qulaq as sözünü lend me your ear deyə bilərsiniz. Lend me your ear. Lend me your ear. Lend me your ear. Digər ifadəmiz kömək etmək, hansını ki to help olaraq keçmişdik. Amma artıq to help yox, onun əvəzinə to lend a hand və yaxud da to give a hand deyə bilərik.
Məsələn, zəhmət olmasa mənə kömək elə. Bunu sadəcə please help me deyə bilərik ya da please lend me a hand və yaxud da please give me a hand deyə bilərik. Yəni, hər üçü mənə kömək et deməkdir. Somebody give me a hand here. Give me a hand. Could you please lend a hand? Hey, give me a hand. Bugünlük dərsimiz bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.